Kimdir Həzrət Əli? Həzrət Əli yeganə şəxsdir ki, Kəbədə dünyaya gəlir. Həzrət Əli əleyhissalam o kəsdir ki, onun şəninə 300-dən çox ayə nazil olur. Həzrət Əli əleyhissalam o kəsdir ki, bütün məzhəblər bunu qəbul edir. Deyir, bütün yerləri, göyləri tərəzinin bir tərəfinə qoyasan, sənin imanı bir tərəfə Peyğəmbər buyurub. Ya Əli, imanın ağır gələr. Heydər, Heydər, ey məzlum Fatih. Heydər, Heydər, Fatih, Heydər, Heydər, ey məzlum Fatih. Heydər, Heydər, Fatih, افتادی در بستر زهرآباد، افتادی در بستر زهرآباد، چشمات از اشک شده.